بسم الله الرحمن الرحيم يا نساء النبي لستن كأحد من النساء إن اتقيتن فلا تخضعن بالقول فيطمع الذي في قلبه مرض وقلن قولا معروفا وقرن في بيوتكن ولا تبرجن تبرج الجاهلية الأولى وأقمنا الصلاة وآتينا الزكاة وأطعنا الله ورسوله إنما يريد الله ليذهب عنكم الرجس أهل البيت إنما يريد الله ليذهب عنكم الرجس أهل البيت ويطهركم تطهيرا الله أكبر بسم الله الرحمن الرحيم يا أيتها النفس المطمئنة ارجعي إلى ربك ارجعي إلى ربك راضية مرضية فادخلي في عبادي فادخلي في عبادي وادخلي جنتي صدق الله العلي العظيم. Bildiyiniz kimi bu günləri İmam Hüseyin əleyhissalam və Kərbəla şəhidlərinin şəhadətinin artıq 7-ci günüdür.
Bugünkü məclisimizdə İmam Hüseyin əleyhissalamın təbliğatı, İmam Hüseyin əleyhissalamın xidməti və İmam Hüseyin əleyhissalamın zəvvarları haqqında bir neçə dəqiqə danışacaq. İmam Hüseyin əleyhissalamın həyatına baxanda görürük ki, İmam Hüseyin əleyhissalamın həyatı başdan başa təbliğ idi. İmam yalnız minbərdə danışmadı. İmam Hüseyin əleyhissalam öz yaşadığı həyatı ilə dini təbliğ elədi. İnsanlar yazırlar ki, İmam Hüseyin əleyhissalamın simasına baxanda Peyğəmbərin əxlaqını görərdilər. İmam o qədər əxlaqlı idi. Daim deyir, İmam kasıbların əlindən tutardı. Hər zaman ehtiyaclı insanların yanında olardı. İmam deyir, bir dənə yetimi görsəydə ağlayardı. Yetimin başını sığallayardı. Yetimə nəvaziş göstərərdi. Bir ac görsəydi, dərhal acı doyuzdurardı. Hətta imam o qədər rəhimli idi. Düşməninə belə imam mərhəmət göstərirdi. Öz düşməninə belə. İmam Kərbəlanın günündə belə təbliğini dayandırmadı. Düşmənin ordusuna üst tutaraq buyurdu ki, dedi, sizin əgər dininiz yoxdursa, və siz axirətdən də qorxmursunuzsa, heç olmasa bu yaşadığınız müvəqqəti dünyada azad insan olun. Bu dünyada azad olmağa bacarın. Cümləyə fikir versən, əsrlər keçib bu sözün üzərindən. Amma hələ də insanın vicdanını oyadır. O qədər təsirli cümlədir. İmam Hüseyin əleyhissalam əvvəldən düşmənlə sözlə mübarizə apardı. Son ana qədər. İmam istədi ki, insanları hidayət eləsin. Bunun üçün çox çalışdı. Hətta bir qarşı tərəfin əskərlərini yığıb onlara nəsiyyət belə elədi imam. Ki, bəlkə bu batil yoldan əl çəksinlər, bu batil yoldan üz döndərsinlər. Onları yazır, haqq yola çağırdı. Çünki onun məqsədi insanların öldürülməsi deyildi. İmamın bir dənə məqsədi vardı. İnsanlar nicat tapsın. Mən bir dənə tarixdə oxudum. Elə xütbəni hazırı Allah insanların həm qarşısına elə şeylər çıxardır ki, insan dəhşətə gəlir. Yazır ki, tarixdə belə bir dənə vəziyyət yaranmışdı. O imamın mərhəmətindən, düşmənə qarşı olan mərhəmətindən mi deyirəm? Yazır tarixdə belə bir vəziyyət yaranmışdı. İmam görür ki, İmam Hüseyin əleyhissalam qarşısında düşmənin əskəri var, susuzluqdan yanır əskər. Bir baxdı ona imam diqqətən görür, susuzluqdan yanır. Bir onu çağırdı yanına, düşmənin əskərini. Öz su tuluğundan suyu verdi düşmənə. Ki, sən susuzsan, bu sudan iç. Deyir, düşmən bu səhrəni görüb, heyrət içindədir ki, biz gəlmişik əhl-i beyti şəhid eləməyə, imamı öldürməyə. Öldürmək istədiyimiz adam özü susuz ola-ola, öz suyundan bizə verir. Deyir, bu hal düşməni həyəcanlandırıbdır. İmam ona deyir ki, narahat olma, rahat şəkildə suyu iç. O əskər yazırlar, yenə də su içə bilmir. İndi imamın mərhəmətinə bax. Deyir, İmam Hüseyin əleyhissalam dözmədi. O su tuluğunu aldı onun əlindən, öz əlində tutub düşmənə içirdi o suyu. Bir dənə tarixdə belə bir insan göstər ki, öz qatilinə özü öz əli ilə su içirsin. Sonra deyirlər, nə? İmam Hüseyin hakimiyyət uğrunda şəhid oldu. Belə bir insan hakimiyyət uğrunda vuruşar, düşməninə özü öz əli ilə su veribdir. İmam Hüseynin xidməti özdə təkcə öz zamanına aid deyil da. İmam şəhid olubdur, amma fikir onun təbliği bu gün də davam edir. İnsanlar onun ədalətindən, mərdliyindən, fədakarlığından hələ də dərs alırlar. Hələ də onu özlərinə nümunə götürürlər. İmam Hüseyin xidməti haqqında görün nə buyurur? Deyir, əgər mömin bir şəxs bir ailəni barışdırarsa, mömin bir şəxs bir gənci deyir, namaza gətirərsə, bir dənə yetimi görər, o yetimin göz yaşını silərsə, bir acı doyuzdurarsa, bir ehtiyaclı şəxsin ehtiyacını aradan qaldırarsa, bu deyir İmam Hüseyin əleyhissalamın yolunda xidmətdir. İmam yolunda bax bu xidmətdir. Gözəl bir dənə sözdür bu, 3 dənə sözdür, buna diqqət elə. Deyir, əgər İmam Hüseyin əleyhissalam öz canını xilas etmək istəsəydi, deyir, imam heç vaxt Mədinədən çıxmazdı. Elə qalardı Mədinədə. O bəzi sualların cavabı da. Deyir, birdən İmam Hüseyin əleyhissalam öz ailəsinin rahatlığını düşünsəydi, deyir, o səhraya heç bir zaman körpə Əl-Əsqəri gətirməzdi.
o səhraya heç bir zaman o balaca Rüqəyyəni gətirməzdi. Əgər imam dünya məqamını istəsəydi, Yezidin cümləsinə bir kəlmə, bəli deyib söhbəti bitirərdi. Amma imam bilirdi ki, bəzən bir insanın susması milyonlarla insanın haqqı unutmasına səbəb olar. İmamın üçündə də dedim, imam orada sussaydı bu günləri cəmiyyət Yezidi qəhrəman kimi tanıyacaqdı. Amma haqqın yaşanması üçün bəzən bir ömür kifayət eləmir. Orada bir dənə şəhadət lazımdır. O şəhadət İmam Hüseyin əleyhissalam və onun ailəsi oldu. Ki o haqq bu gündə yaşayır. Onların qanları hesabına. Düşmən nə düşündü? Düşmən elə düşündü ki, biz İmam Hüseyin əleyhissalamı öldürməklə onun səsini kəsəcək. Bu məsələ bağlanacaq, amma bilmədilər ki, qan bəzən sözdən də daha uza danışır. Necə ki, gözəl bir misal var, Dedilər, istədilər ki, ətrin qoxusunu alsınlar, ətrin qabını sındırdılar, əksinə o ətrin qoxusu daha da yayıldı, Bunlar da belə. İstədilər İmam Hüseyin əleyhissalamı öldürməklə sustursunlar, amma əks oldu. İmam Hüseyin əleyhissalam bugün milyonlarla insan qəlbində yaşayır. Baxaq, bugün 1400 ildən çox vaxt keçib, Yezidin qəflindən bir daş da qalmayıb, məhv olub gedibdir. Amma İmam Hüseyin milyonlarla insanın qəlbində yaşayır. İnsanın vicdanında yaşayır. Milyonlarla zəvvarı var İmam Hüseyin əleyhissalamın. Çünki gözəl bir sözdür. Deyir, Allah yolunda verilən can ölmür. Şəhid heç bir zaman torpağın altında qalmır. Şəhid həmişə ümmətin vicdanında yaşayır. Baxın, bir insan öləndən sonra adı unudulursa nədir? Demək, həmən insan öz dövrü üçün yaşamışdı. Öz dövrü üçün yaşamış ki, o dövrdən sonra dünyadan köçdü, unuduldu. Amma bir insan adı əsrlər keçib, 14 əsr keçibdir. Hələ də yaşayırsa, demək o insanın həyatı başdan başa Allah rızasına olubdur. Başdan başa Allah'a düşünübdür o həyatı boyunda. İmam Hüseynin zəvvarları haqqında 2 dənə hədis deyim sizə. İmam Sadiq ağa buyurur, deyir, əgər insanlar Hüseyin İbni Əlinin ziyarətində olan fəziləti bilsəydilər, o ziyarətin həsrətindən can verərdilər. O ziyarətin həsrətindən. Digər hədisə bax, deyir ki, Hüseyin əleyhissalamı Allah rızası üçün ziyarət eləyər. Allah onu odun əzabından azad eləyər və qiyamətin gününün qorxusunu o şəxsdən götürər. Bütün bu savablar yalnız yol getməyin mükafatı deyil, Mən yol getdim Kərbəlaya, Allah mənə mükafatı verəcək, yox. Bu Hüseynin məktəbinə bağlı olan insanların mükafatdır. İmam Hüseyin əleyhissalamın zəvvarı olmaq şərəfdir, söz yox. Hamımız bilirik ki, imamın zəvvarı olmaq şərəfdir. Bir dənə sual. Görəsən Kərbəlaya gedən hər kəs həqiqətən də Kərbəlayı olur? Həqiqətən də İmam Hüseynin zəvvarı olur? 20 milyon, 30 milyon insan ərbayında gedir. Ham oldu Kərbəlayı. Yazır ki, əgər bir insan ki, getdi Kərbəlaya, İmam Hüseyin əleyhissalamı ziyarət elədi. Qayətdə gəldi, qeybət elədi. Kərbəlayıdır bu. Getdi İmam Hüseyin əleyhissalamı ziyarət elədi, gəldi, yalan danışdı. Kərbəlayıdır bu. Getdi İmam Hüseyin əleyhissalamı ziyarət elədi, gəldi, namazın vaxtını buraxdı. Fəzilət vaxtını keçirdi. Bu Kərbəlayıdır. Deyir, belə insan gedib Kərbəlanı görübdür, amma İmam Hüseyni tanımayıbdır. Sadəcə Kərbəlaya səfər etmək üçün, adi bir səfərlər. Gedib Kərbəlaya şəhərini gəzib gəlibdir. Bundan başqa deyir, bir şey əldə eləməz. Çünki gözəl sözdür. Deyir, ziyarət yalnız qəbrin qarşısında dayanmaq deyil. Deyir, ziyarət odur ki, gedirsən, İmam Hüseyin əleyhissalamın qabağında söz verirsən, əhd bağlayırsan, o əhdə sadiq durursan. Ziyarət budur. İmamla bağladığın əhdə sadiq qalmalısan. Ziyarət olmaq deyir, o demək deyil, getdin pasportuna möhür vurdular, sən oldun Kərbəlayı, yox. Əsl Kərbəlayı odur ki, insan qaydandan sonra qəlbi dəyişir. Qəlb dəyişməlidir o ziyarətdən sonra.
Deyir, Kərbəladan qayıdandan sonra insanlar səndən soruşmamalıdır ki, sən ziyarətə getmişdin. Sən deyir, Kərbəladan qaydanda insanlar səndən soruşmalıdır ki, nə olub sənə? Niyə belə dəyişmirsən? Əsr zəvvar bu da, getdi Kərbalaya gəlib həyatını dəyişir. Bütün həyatını dəyişib, insanlar çaşqınlıq içindədir. Bu insana nə oldu? Nə oldu belə buna həyatı dəyişdi? Hazır İmam Hüseynin əsr zəvvarı belə olmalıdır. Hədis buyurur, İmam Hüseyin əleyhissalam öz zəvvarını sevir. İmam Hüseyin əleyhissalam öz zəvvarına aşiqdir. Çünki deyir, əsl zəvvar yalnız da İmam Hüseyin əleyhissalamı ziyarət eləmir. İmam Hüseynin əsr zəvvarı Kərbaladan ki, qayıdır ha. Deyir, Kərbaladan qaydanda özü ilə Hüseynin əxlaqını gətirir. Öz əxlaqını Hüseyin əxlaqı ilə düzəldir. Hüseyin əxlaqı ilə gözəlləşdirir. Bəlkə də içimizdə mən qarışıq. Kərbalaya gedə bilməyənlər var, Kərbalanın həsrətini çəkirik. Amma unutmayaq ha, bəzən elə bir insanın o səmimi həsrəti var ha, bu Kərbalaya çatan insanlardan da ucu olur. Çünki İmam Hüseynin qabağında dayananlar da elə Kərbaladaydılar da. Orada imamla üz-üzə dayanmışdılar. Aqibətləri bəllidir də, nə halda oldular. Əsas odur, səmimi insan həsrət çəksin, ixlaslı həsrət çəksin. İmam Hüseyin əleyhissalamın xidməti buydu, insanları sona qədər haqqa çağırdı. İnsanları sona qədər İmam Hüseyin əleyhissalam cənnətə dəvət elədi. Amma insanlar nə elədi? Bu cənnətə çağırışın cavabını oxla verdilər. İmamı oxlayırdılar. O hidayət etmək istədi. İnsanlar onu susuz qoydular. Amma o nə elədi? Öz düşməninə belə su verdi. Düşmən onu susuz qoydu. O Allahın dininə xidmət edirdi. Məqsədi yalnız Allahın dininə xidmət idi. Amma onlar Peyğəmbərin əmanətini oxladılar. Başını kəstilər, ailəsinə zülm etdilər. Sonunda bir kəlmə sizə bir deyib, inşallah sözümü bitirirəm. İmam Səccar ağa danışır. Bu uzun bir dənə hadisədir. Başlarına gələn müsibətləri danışır. Allah şahidim olsun, nə yazmağa taqət var, nə də danışmağa taqət var. Dəhşət hadisələrdir. Bir neçəsini, gücün çatanı deyib bitirirəm inşallah. İmam deyir ki, İmam öz başlarına gələn o əsirlər ki var, aparırlar. Onların başına gələn müsibəti deyir. Deyir, biz Əhl-i Beyti İmam Səccar deyir, cəmaatın içində gəzdirdilər. Bizə olmayanın sözlərini dedilər. Bizə nalayiq ifadələr işlətdilər. Layiq olmadığımız hərəkətlər elədilər bizə. Deyir, sonra qalxmışdılar, deyir, evlərin damına, durmuşdular orada. Gözləyirdilər biz gələk. Deyir, biz gəlirdik, bizi görürdülər, evin damından başımıza od atırdılar. Deyir, əllərimiz bağlıydı. Başımıza atılan odlar başımızı yandırırdı, əlimiz bağlıydı. Deyir, başımızdan odu təmizləyən birdi. Əhl-i Beyti belə zülmlər verirdi. Deyir, İsrəndə bir neçə nəfər mərhəmətli şəxs var idi. Deyir, onlar bizə kömək eləyirdi. Başlar ki, nizələrə taxılmışdı da, bilirsiniz. O qədər zalımı idilər. O uşaqlar, xanımlar var ya, əsirlər. Deyir, onların içində başa daş atırdılar. Deyir, daşla o başları salırdılar yerə, o məlumlar. Xanımların, uşaqların gözü önündə, deyir, ayaqları ilə təbii vururdular o başlara. Sonda biz adamı yandıran nədir? Deyir, əllərində qılıncla duran insanlar idi. Bax, sağ tərəf, sol tərəf. Deyir, əllərində qılıncla dayanmışdılar. Bizi o qılıncların arasından aparırdılar. Deyir, xanımlar keçirdi, balaca qız uşaqları keçəndə o qılıncları deyir, bilə-bilə o xanımlara, uşaqlara batırırdılar. Ələ lənətullahi ələl qavmiz zalimin. Nazire Hüseyin kanlı biyanda yakın. Can kardeş, yaralı bacım. Bir hafta bize balası gavna batırdı. Nazire Hüseyin bir
Parçamayanlardan kalıbdı. Bir hafta zaman kızın kardeşi yoktu. Kardeşlerim aklımda kalıp yoldaşı yoktu. Abbas'ın eliyor, Hüseyin'in başı yoktu. Abbas'ın eliyor, Hüseyin'in başı yoktu. Bir haftadır her nazar var il olur. Emrin kuzusu uçurum misil olur. Bir korkunu çöp aslanına menzil olur. Rüyamdalar ızlani vay dilbağlar. Çöllerde gezip oğluna lay lay dilbağlar üzer. Bunlar düşün perçemlerde kalır. Azizler, vallahi ağalar, azizler, ay Kerbela'ya piyade gelenler, hava güzel buyurdu. İnşallah Erbain ziyaretine kardeşlerimiz sefer edirler. Bu sefer öyle bir seferdir ki Allah isteyenlere nasip eylesin. Ve bu günleri de istiyor. Hanım Zeynep'e tedessül edecek inşallah. Bir karivan gelir Kerbela'ya sarı. Karivan gelir Kerbela'ya sarı. İmam Seccad ağa deyir bir gün menden xəbər aldı Seccad. Bir gün menden xəbər aldı Seccad. Elə bir yaxınlaşır mən xəbər aldım bir gün. Hardan bilirsən bu yollara bələt deyil. Dedi Seccad'ın imam ağam Hüseyin'imin ədir gəlir uçun. Kardeşimin ədir gəlir uçunda. Can qardaş yaralı qardaş quru yerdə can verən qardaş Zeynep gəlir. Can Zeynep, yorulan Zeynep, qocalan Zeynep baxdı Kərbəlanın taşlarına tutulur. Kardeşin ətini his eylədi. Baxdı Səhraya xanım, baxdı Səhraya xanım, başlandı dərdi başdan. Ey biyabanı varmış sinədə qəlbi daşdan. Vermədim bir nəfərin Zeynəbə 5 kardeşdan. 10 gün oldu günahın. Sinesin daldı gökyüzün. Abad olasın ay Kerbela, sakladın kardeşini. Kolu bağlı gittim sana canım kurban Hüseyin. Yaralar var acım burayda. Cabirdi kulağımın etiye ile Ferhat suyuyla dəstəmaz alındı. Geldim İmam Hüseyin'i ziyaret eyledim. Onda gördüm qabaqdan həzin
nezin ağlamak sesi gelir. Dəstəmaz aldım xərab çayında, Ətiyə ilə və gəldim İmam Hüseyni ziyarət eylədim, onda gördüm, qabaqdan bir həzin ağlamaq səsi gəlir. Deyirlər, Hüseynim vay, Hüseynim vay, Hüseynim vay, Hüseynim vay. Dedim mən, görmeye dedi Ətiyə, deyəsən Hüseynin balalarıdır gələr. Bu həzin ağlamaq səsi Hüseynin balalarıdır Ətiyə. Ücəl ya Hüseyin ya Abdillah ya Aziz Zəhra. İmam Səccad ağa gəldi, dedi Cabir, ey tədəm, Peyğəmbərin əxlağı əshabı, götür qulağımı bir çəkir bir qabağa bir qırağa, biz burada doyunca ağlayaq. Elə dillərlə deyir Zeynəb, ağlaya. Der salam, zülm ilə məhbarəmin gəldi Hüseyin. Salam, zülm ilə məhbarəmin gəldi Hüseyin. Kuy hicrında künik qaralarım gəldi Hüseyin. Dur danışdır bizi, ağalarım gəldi Hüseyin. Yaralar babacım kurban, amca sözden deyler ya Hüseyin, Hüseyin, Hüseyin. Hiçbir can Allah Hüseyin. Ne de geldim ay kardeş, bir günde saçın Hüseyin başıma dolanım. Dolanıp çölleri zindanide kaldım, geldim kardeş. Suyalan Yusuf'un köyüne yandım, geldim ay kardeş. Derdimin almadı dermanı kocandır, geldim ay kardeş. Hüseyin yalacım durma, yalacım abdillah Hüseyin. Hüseyin ay aşkana ahli beyl, ay ahli beyl aşıkları, ay büyükler. Gördüler hanım aleyh koydu, yaralı sinnesine salam verdi. Kardeşin gömrüne ele yana sesledi. Yüreği garip Kârbana, behiş dolu Leyla. Azaya gelmişem Hüseyin, mezarıma bacım feda. Özünü milaya getirmişem ay kardeş. Selam senin su getirmişem ay kardeş. Hüseyin, güzelim Rüqayya gelmedi. Hüseyin tamam balaları getirmişem, ama bir tane balalar şerbenliyem, fecanetliyem Hüseyin. Rüqayya gelmedi. Rüqayya'nı büklüm bir kahramayacağım. Koydum harama güşeline. Bu güzel mani dirmişem Hüseyin. Ya Abdillah. Kavurva ahli haram bi khatar gelir Hüseyin. Velikametu elay gönlem hayır Hüseyin. Onlar beni fakat Rüqayya geldi. Koyacım değil sözü Rüqayya Hüseyin. Dürdanışdır selametten ve kalmış hecanetten. Onlar beni fakat Rüqayya gelmedi Hüseyin. Ya Abdillah sallallahu Seyyid-i Şüheda'ya çok ağlayan hanım. Sallallahu Seyyid-i Şüheda'ya çok ağlayan hanıma. Başının elli bir kara
Hüseyin qanlı binayı qurasadan xılma. Mən Zeynəbəm, kimlər kimi sıxıldı, ittifaqım dağıldı, elim yıxıldı. Əslərimin boğazında axar qan, helal saçlarımı yıxıldı. Beni sevsen, beni söndüreni ay qardaş, gözü çıksın gözüne oh buranın ay qardaş. Beni sevsen, beni söndüreni ay qardaş, gözü çıksın gözüne oh buranın ay qardaş. Dur ayağa, yalgız ama aç gözünü kardeşsiz ama. Dur ayağa, yalgız ama aç gözünü kardeşsiz ama. Beni sevsen, beni söndüren ay kardeş, gözü çıksın gözüne oklarım ay kardeş. Beni sevsen beni söndüren ay kardeş, gözü çıksın gözüne oklarım ay kardeş. Ayağa yalgızama aç gözün kardeşsiz ama. Dur ayağa, yalgız ama, yalgız ama. Aç gözün kardeşsiz ama. Bir daha dur ayağa, yalgız ama. Aç gözün kardeşsiz ama. Dur ayağa, aç gözün kardeşsiz ama. Dürgeden indi bakıp heymede Zeynep yoluma. O süzül kızları yol üstte düzül sağ soluma. Taqətim getdi benim, sındık kararım kəsilib ay qardaş. Gözəlim düşdü yol üstündə o bir cüt yoluma. Dur ayağa, yalgız ama aç gözün kardeşsiz ama. Dur ayağa, yalgız ama aç gözün kardeşsiz ama. Dur ayağa, aç gözün kardeşsiz ama. Arif olardı ki akır nefesinden alasan, bu Hüseyin başı dizlerin üstü babası. Gözlilem zöhrün namazından gelip ay kardeş, narilen şirket edip zöhrün namazın kılasın. Arif olardı ki akır nefesinden alsın, bu Hüseyin başını dizlerin üstü babası. Gözlilem zöhrün namazından gelip ay kardeş, narilen şirket edip zöhrün namazın kılasın. Dur ayağa, yalgız ama aç gözün kardeşsiz ama. Dur sen Kerbela'dan gelsin. Kızamla kardeşim arkam elim, ey yüce kamet güzelim. Biraz ey kametli boynuma da çalsın elim. Kardeşim arkam elim, ey yüce kamet güzelim. Biraz ey kametli boynuma da çalsın elim. Gelirsen mahzeri zaran,
sızanma Dürgeler indi bakır Kıymada Zeynep yoluma O susuz kızlar yol üstte düzüp saksı Taqətim geldi benim sındı kararım kesilip Gözlerim düştü yol üstünde o bir cür yola Dürgeler indi bakır Kıymada Zeynep yoluma O susuz kızlar yol üstte düzüp sağ sola Taqətim getdi benim sındı kararım kesilip Gözlerime düştü yol üstünde o bir gün kolu Dur ayağına yalnız anla Aç gözün kal başsız anla Yola dur ayağına yalnız anla Aç gözün kal başsız anla Dur utanma mənim kalbide gizli söz Oxtayıb alnıma qalmış quruyub qan gözü Dur utanma mənim kalbide gizli söz Oxtayıb alnıma qalmış quruyub qan gözü Bu yaman gündə məgər qardaş atar qardaşını Ölüb oğlum məni tək qoyma əzad aç gözünü Bu yaman gündə məgər qardaş atar qardaşını Ölüb oğlum məni tək qoyma əzad aç gözünü Dur ayağa yalqız anla Aç gözünü qal naşsız anla Yola dur ayağa Bölgeden indi bakıp Kıymada Zeynep yoluna Eşkılar vurdum Derdine vurdum Takilum Koval hamam Takilum Marizim var Müşkülümüz var Haramda Koval muha Arifim kaldı ki ahir nefesinden alasam Bu Hüseyin'in başını dizlerin üstü alasam Gözlüren zöğrüne ağzında gelip ay kardeş Medine şir gelip zöğrüne ağzın kılasam Ya kızamda aç gözün kal Başsız anla Yerler Hüseyin'e kurban, köyler Hüseyin'e kurban Güzarlı Kerbela'da Zeynep Hüseyin'e kurban Yerler Hüseyin'e kurban, köyler Hüseyin'e kurban Güzarlı Kerbela'da Zeynep Hüseyin'e kurban Zeynep Hüseyin'e kurban Bu gece kalbine rüyada bırakan geldi Yokudan döndüm uyandım ki Muharrem geldi Ben Hüseyin adına zikrettim ile kandandım Boğazı kırptı her gözleri benden geldi Yerler Hüseyin'e kurban, köyler Hüseyin'e kurban Yerler Hüseyin'e kurban Sana yerler Hüseyin'e kurban Köyler Hüseyin'e kurban Zavdin atahiyyatta Almanda sana geldi Layık görün şahit İmdada Huda geldi Tazim o sana usta Şahit şuhada geldi Tazim o sana usta Şahit şuhada geldi Yerler Hüseyin'e kurban Allah meydan-ı Kerbela'da Sultan-ı Kerbela'da Zeynep Hüseyin'e kurban Zeynep Hüseyin'e kurban Yerler Hüseyin'e kurban Yerler Hüseyin'e kurban
Bugün Kerbela'da gene hıyama gelibdi. Abul Fazıl'a deyirler aman nama gelibdi. Bugün Kerbela'da gene hıyama gelibdi. Abul Fazıl'a deyirler aman nama gelibdi. Dökür gözyaşı kızlar sızıldır o susuzlar. Dökür gözyaşı kızlar sızıldır o susuzlar. Gelip şimdi sitemgar uzaktan çatanda. Uzak sesle çağırdı bacım oğlu hayanda. Bakıbdır herem ehli elemdara görübler. Başını saldı aşağı Ebul Fazıl o zamanda. Hüseyin sesledi Abbas ne söylürdür o hennas. Hüseyin sesledi Abbas ne söylürdür o hennas. Bugün Kerbela'da demek yağma gelibdi. Ebul Fazıl'a deyirler aman nama gelibdi. Dökür gözyaşı kızlar sızıldır o susuzlar. Dökür gözyaşı kızlar sızıldır. İmam emrine fevri itaat edip Abbas. Edip tabla yetibdi hitabet edip Abbas. Ali oğlu gazabına dile geldi o şimrin. Cevabın ele verdi, cevabın ele verdi. Hacalet edip Abbas. Melekler dedi göyden ele kardeşe ehsen. Bugün Kerbela'da demek yağma gelibdi. Ebul Fazıl'a deyirler aman nama gelibdi. Dökür gözyaşı kızlar sızıldır o sızızlar. İmam emrine fevri itaat edip Abbas. Edip tabla yetibdi hitabet edip Abbas. Ali oğlu gazabla dile geldi o şimrin. Gazabla o gazanfer bakıburu beni havre. Fedek yadına düştü. Fedek yadına düştü. Tutup kalbi şeravrem. O bağın senedin sün merpare edibdi. Edip bu ağzından aman nameli pavrem. Sürüp nameli sakal sevindi dili zahra. Sürüp nameli sakal sevindi dili zahra. Ebul Fazıl'a deyirler aman nama gelibdi. Bugün Kerbela'da demek yağma gelibdi. Ebul Fazıl'a deyirler aman nama gelibdi. Dökür gözyaşı kızlar sızıldır o susuzlar. Hakkayı haram. Hakkayı haram. Onları kalam. Meşkule kurban. Hansı kuru himde namazı var. Şiilerin Hazreti Abbas var. Yallah. Hansı kuru himde namazı var. Şiilerin Hazreti Abbas var. Kim bir kız başına ağlanı bağlanım. Fakrin yüzüne bulan başına ağlanım. Kim bir kız başına ağlanı bağlanım. Fakrin yüzüne bulan başına ağlanım. Azegro himnele namazı var. Şiilerin Hazreti Abbas var. Allah. Şiilerin Hazreti Abbas var. Eşref Sinem başına Kerbela'da mehman ol. Başına Kerbela'da mehman ol. Allah'ı belki kandı kurban olun. Başına Kerbela'da mehman olun. Allah'ı belki kandı
basla kimdi Ali'nin babası ağlama olurdu gemi gelmişi dövran yatsa yapmaz hemen fazlaları kimdi Ali'nin babası ağlama olurdu gemi gelmişi dövran yatsa yapmaz hemen fazlaları hansı kuru Hazreti Abbas'a ya Allah gözlerimiz ezaya şaşkanlar abarfa kassana canlarımız kurbanlar abarfa gözlerimiz ezaya şaşkanlar abarfa kassana canlarımız kurbanlar abarfa Hansı gururumden Allah'sı var Şia'lerin Hazreti Abbas'a Şimdi yapılıp hastanenin Zeynep'e bağlı perinin Karşı fakat baş kucada Her kim onun nökerinin Şimdi yapılıp hastanenin Zeynep'e bağlı perinin Karşı fakat baş kucada Her kim onun nökerinin Vasri güzel cemal Heyran olun abartat Camatı diller bana Kurban olun abartat Vasri güzel cemala Heyran olun abartat Camatı diller bana Kurban olun abartat Hansı ruhumden Allah'sı var Şia'lerin Hazreti Abbas'a Allah Hansı Şia'lerin Hazreti Abbas İmam Sagadeyna Siracın Harabeyn'a Havun aşıklarından Selam olsun Hüseyin'e Şah selamun aleyh Hüseyin selamun aleyh Şah selamun aleyh Şah selamun aleyh Şah selamun aleyh cevap ver Yallah Ey Hüseyin'i havzı kök sallarlarım Kattan nihan Ey Hüseyin'i havzı kök sallarlarım Kattan nihan Ağlam heyran durdu kudret belki verdin peşine can Şerbetün Zehra değil şemşiri kursi oldu kan Hem susuz hem sahibi derya selam olsun sana Şah selamun aleyh Hüseyin selamun aleyh Şah Hüseyin selamun aleyh Şah selamun aleyh Hüseyin selamun aleyh Ey giden meyracan uçun izleden şah-ı hicaz Ey giden meyracan uçun izleden şah-ı hicaz Ehli kavli eşkiler bana açan kanda namaz Mührü gam tasneyi gam gamdan alırsın namaz Nuri eyler serleri kuldan selam olsun sana Şah selamun aleyh Hüseyin selamun aleyh Şah selamun aleyh Hüseyin selamun aleyh Şah selamun aleyh Şah selamun aleyh Hüseyin selamun aleyh Şah Allah İmam Sagadeyna Siracın Harameyna İmam Sagadeyna Siracın Harameyna Amin aşiklerinden selam olsun Hüseyin'e Amin aşiklerinden selam olsun Hüseyin'e Şah selamun aleyh Hüseyin selamun aleyh Şah selamun aleyh Hüseyin selamun aleyh Şah selamun aleyh Hüseyin selamun aleyh Abi Abdillah Abi Abdillah Sarallah
Rab düşün, Ya Rab yetiştim ma muhabbem. Kudde bu ayla dünya vatan. Ya Rab yetiştim, Ya Rab yetiştim ma muhabbem. Kudde bu ayla dünya vatan. Abi Abdullah, Abi Abdullah, Abi Abdullah, sarallah, Abi Abdullah, Abi Abdullah, sarallah, Abi Abdullah, Abi Abdullah, sarallah, yallah, karan çekildi, karan çekildi, arş-ı Hudaya, şiye yubanma, bir cezaya, karan çekildi, arş-ı Hudaya, şiye yubanma, bir cezaya, Abi Abdullah, sarallah, Abi Abdullah, Abi Abdullah, sarallah, yallah, sazlı Hüseyin var, gönlüne melekler, kanadını büdür, bu ay yürekler. Sazlı Hüseyin var, gönlüne melekler, kanadını büdür, bu ay yürekler. Abi Abdullah, biraz uyandırır sinemde. Allahümme rızukna Medine, Allahümme rızukna Medine. Bir arzu yangıdır sinemde, bir arzu yangıdır sinemde. Allahümme rızukna Medine, Allahümme rızukna Medine. Ne güzeldir eli heremin, ama Zehra heremsizdir. Ne güzeldir eli zerimin, ama Zehra zerisizdir. Gönlüne çoktu zehvarların, ama Zehra zehvarsızdır. Bir gün ona begiyle herem inşallah, inşallah. Arzum budur ben bunu görem, inşallah, inşallah. Arzum budur ben bunu görem, inşallah, inşallah. Bir arzu yangıdır sinemde, bir arzu yangıdır sinemde. Allahümme rızukna Medine, Allahümme rızukna Medine. Ne güzeldir eli heremin, ama Zehra heremsizdir. Ne güzeldir eli zerihin, ama Zehra zerisizdir. Gönlüne çoktu zehvarların, ama Zehra zehvarsızdır. Bir gün olar
arzu yankıdır sinemde, bir arzu yankıdır sinemde. Allahümme erzugna Medine, Allahümme erzugna Medine. Ne güzeldir Hüseyin heremin, ama Hasan heremsizdir. Ne güzeldir Hüseyin zərimin, ama Hasan zərimsizdir. Gör ne çoktur zəvvarların, ama Hasan cəvvarsızdır. Bir gün olar bəqilə hərəm, İnşallah, inşallah. Bir gün olar bəqilə hərəm, İnşallah, inşallah. Arzum budur mən bunu görəm, İnşallah, inşallah. Arzum budur mən bunu görəm, İnşallah, inşallah. Bir arzu gecikib səbəbi niyə? Bir arzu gecikibdir səbəbi niyə? Çünki azad deyil Mədinə, çünki azad deyil Mədinə. Arzunu həyata keçirən gecikir niyə? Arzunu həyata keçirən gecikir niyə? Gəlişinə qurtulacaq Mədinə, gəlişinə qurtulacaq Mədinə. Ne güzeldir Hüseyin heremin, ama Hasan heremsizdir. Ne güzeldir Hüseyin zərimin, ama Hasan zərimsizdir. Gör ne çoktur zəvvarların, ama Hasan zəvvarsızdır. Bir gün olar bəqilə hərəm, İnşallah, inşallah. Bir gün olar bəqilə hərəm, İnşallah, inşallah. Arzum budur mən bunu görəm, İnşallah, inşallah. Arzum budur mən bunu görəm, İnşallah, inşallah. Bir arzu yankıdır sinemde, bir arzu yankıdır sinemde. Allahümme erzugna Medine, Allahümme erzugna Medine. Bir arzu yankıdır sinemde, bir arzu yankıdır sinemde. Allahümme erzugna Medine, Allahümme erzugna Medine. Ne güzeldir Ali zərimin, ama Zəhra zərisizdir. Ne güzeldir Ali heremin, ama Zəhra heremsizdir. Gör ne çoktur zəvvarların, ama Zəhra zəvvarsızdır. Bir gün olar bəqilə hərəm, İnşallah, inşallah. Bir gün olar bəqilə hərəm, İnşallah, inşallah. Arzum budur mən bunu görəm, İnşallah, inşallah. Arzum budur mən bunu görəm, İnşallah, inşallah. Vay vay Hüseyin vay, vay vay Hüseyin vay, vay vay Hüseyin vay, vay vay Hüseyin vay. Eşhedü enne Aliyen veliyullah, eşhedü enne Aliyen veliyullah, eşhedü enne Aliyen veliyullah. Hüseyin, 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 Hüseyin. Lânetullâhi alel kavmez zâlimin ve siyâlehûllezîne zelemû eylehû galebiyyen galibûn. Ya Allah, ya Allah, ya Rabbim, ey alem ve Rabbi Allah. Seni kandire bize çağırır. Gecenin bu alemde hanımlar, beyler, mümin kardeşler, çekildiği bu hazırlığı öz tayyalı kabul eyle. Ya Rabbi. İlahi seni kandire bize bu meydan ayın acı sağlığına bırakanları bir nasip eyleme. Ya Allah.
İlahi, hayır bu mərhəmə yolu gəlində nəsib elə, ya Rabbi.